Masazırda insanlar evlərini satır və bu ərazidən uzaqlaşırlar. Yaşlı insana daha çox təsir edir. Səbəb isə Duz gölünün suyudur. Cəmiyyətdə son günlər belə fikir formalaşıb ki, Duz gölü insan sağlamlığına mənfi təsir göstərir. Bəzi xəstəliklərin yaranmasına, hətta ağırlaşmasına səbəb olur. Xroniki xəstəlikləri artırır və təzyiq qaldırır. Nə zaman infarkt oldunuz? Harca bir 6 ay bundan qabaq, 2 dəfə. Masazırda qalırdınız onda? İndi Masazırda qaldım, burada qaldım. Mədə problemidir məsələn çox. Burada nə vaxtdan yaşayırsınız? 10 il olar ki, yaşayıram burada. Faydaları olduğu təqdirdə həm də çox ciddi riskləri vardır. Çünki duzlu göl yağış suları ilə, küçə və yol tozları ilə, ətraf tozları ilə, kimyəvi maddələrlə, çirkab suları ilə kirlənə bilər ki, bu da insan orqanizminə mikrobların, infeksiyaların, hər hansı adi bir bakteriyanın açıq yara şəklində insan orqanizminə keçidini formalaşdırar. Göl və su hövzələri yaxınlığında yaşayan, məskunlaşan insanların bir çoxunda oyna xəstəlikləri baş verə bilər ki, havada yaranan nisbi rütubətin artması ilə əlaqədardır. Göllərin yaxınlığında məskunlaşan insanlar yaşadığı mühitin nisbi rütubəti həmişə yüksək olduğuna görə burada həm ürək qan damar sisteminin bəzi xəstəliklərində gərginləşmələr ola bilər.